Paytaxtın Binəqədi rayonunda Azərbaycan Gənclərinin Maarifçilik Forumu keçirilib. Tədbir rayon icra hakimiyyəti, Gənclər və İdman İdarəsi, Gənclər üçün Təhsil Mərkəzi və Mənim Təhsilim, Mənim Gələcəyim kampaniyasının birgə təşkilatçılığı ilə baş tutub. Forum iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının qarşısında ucaldılan abidəsini ziyarət etdilər. Dövlət himninin səsləndirilməsi ilə başlayan Azərbaycan Gənclərinin Maarifçilik Forumunda Binəqədi rayonunda gənclərin təşəbbüslərinin dəstəklənməsini əks etdirən film nümayiş olundu. Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev bildirdi ki, bugün dünyanın bir çox ölkəsi Azərbaycanda uğurla icra olunan gənclər siyasətindən nümunə götürə bilər. Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İskəndərov da ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışdı. Forumun rəsmi hissəsində çıxış edən digər qonaqlar da Azərbaycanda gənclər üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirdilər. Forumda ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinin artıq dünyada bir nümunə kimi qəbul olunduğu vurğulandı. Forumun təşkilat komitəsi tərəfindən Azərbaycan gənclərinin maarifləndirməsi istiqamətində göstərdiyi fəaliyyətə görə təsis olunan Təhsil Açarı mükafatının təqdim etmə mərasimi oldu. Mükafatlandırılanlar arasında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti də var. Sonra forum bölmə iclasında Dağlıq Qarabağ həqiqətləri gənclər müstəvisində mövzusu ətrafında müzakirələr ilə davam etdirildi. Mənsur Həsənov, Namiq Vəliyev, Gövhər Eybətli, xəbərlər.